sözdən əvvəl bir sözlə gələ bilər. Bir sözlə ara sözdür. Əvvəllər buna yekunlaşdırıcı söz də deyilir, ara sözdür. Bir sözlə gələ bilər. Bu ümumiləşdirici söz deyil. Çaşıb bunu ümumiləşdirici söz götürürlər. Yazın buraya ki, qarışdırmayaq. Ara sözdür. Ümumiləşdirici söz cümlə üzvüdür. Bu bir sözlə. Ümumiləşdirici söz sonda gələndə, onda həmin vaxtda bir sözlə də işlənə bilər. Əvvəldə gələndə yox, ümumiləşdirici söz sonda gələndə bir sözlə ara sözü işlənə bilər. Baxın, elə bu cümlə üzərində deyim. Dağları, dərələri bir sözlə. Hər yeri gəzdim. Mənim həmcins üzvlərim hansıdır? Dağları, dərələri. Təhlil edeyim, nə etdim? Gəzdim. Haranı? Dağları, dərələri. Tamamlıqdır. Bunları ümumiləşdirib bircə kəlmə deyirəm. Dağları, dərələri, hər yeri. Bu ümumiləşdirici sözdür. Ümumiləşdirici sözdən əvvəl bir sözlə ara sözü gələ bilər. Yəni gələ bilər, amma bir sözlə ümumiləşdirici söz deyil. Bu ara sözdür. Əgər ümumiləşdirici sözdən əvvəl bir sözlə ara sözü gəlsə, onda bir sözlərdən əvvəl tire, sonra virgül qoyulacaq. Durğu işarəsi əsasdır. Durğu işarələr bölməsində bu bizə gərək olur. Sizin yadınızdan çıxsa ki, əvvəl tire, sonra virgül necə idi? Yadınızdan çıxsa, ümumiləşdirici sözlər bir sözlə işlənməmişdir. Həmcins üzvlərdə ümumiləşdirici söz sonda gələndə nə olurdu? Özündən əvvəl tire qoyulurdu. Yəni bir sözlə işlənib, işlənsin də, yenə də o tire gəlir bir sözlərin qabağına. Yenə əvvəl, necə ki tire qoymurdum, birinci tire qoyacağım. Bir sözlərdən sonra da virgül, ara söz virgüldən ayrılır. Sonunda virgül. Yəni bunu bu cür saxlaya bilərsiniz. Bir şey deyim sizə. Ümumiləşdirici söz cümlə üzvü olur. Və necə cümlə üzvü olur? Həmcins üzvlərim hansı cümlə üzvüdürsə, ümumiləşdirici sözdə həmin cümlə üzvü olmalıdır. Əgər həmin cümlə üzvü olmasa, demək ümumiləşdirici sözü düz tapmamışıq. Baxın, hamı, uşaqlar və böyüklər toplaşdılar, həyətə toplaşdılar. Kim? Uşaqlar, böyüklər. Mənim həmcins üzvü mübtədadırmı? Mənim tapdığım ümumiləşdirici sözdə mübtəda olmalıydı. Baxın, hamı toplaşdı. Kim? Hamı. Görürsünüz, ümumiləşdirici sözü mübtədadır. İkinci cümləndə mənim həmcins üzvüm hansı cümlə üzvüdür? Dağları, dərələri. Tamamlıqdır. Demək, mənim ümumiləşdirici sözüm də tamamlıq olmalıdır. Hər yeri gəzdim. Haranı? Hər yeri. Görürsünüz? Burada da dağları, dərələri həmcins üzvün tamamlıqdır. Baxın, hər yeri tamamlıq olmalıdır ümumiləşdirici sözüm. Yenə deyirəm, bir sözlə ara söz deyək. Belə.